Salam, siz startdasınız. Xizək alpinizm üzrə Avropa çempionatı və Dünya Kuboku yarışlarının ikinci gündən start veriləcək. Bu gün də idmançılar qarışıq estafet növü üzrə mübarizə aparacaqlar. Martın 8-nə kimi davam edəcək yarışda 18 və 20 yaşındakı qadınlar və kişilərdən ibarət komandalar mübarizə aparacaqlar. Qeyd edək ki, martın 3-də start verilən yarışda 18 ölkədən 124 idmançı iştirak edir. İngiltərə Manchester United klubunun müdafiəçisi Harry Maguire məhkəmə tərəfindən 15 ay müddətinə şərti azadlıqdan məhrum edilib. Buna səbəb onun ciddi təhlükə törətməyən bədən xəsarətləri yetirməkdə təqsirli bilinməsi olub. Məlumata görə Maguire 2020-ci ildə ailəvi istirahət zamanı Yunanıstanda baş vermiş davada iştirak edib. Belə ki, müdafiəçinin də daxil olduğu qrup hüquq mühafizə orqanlarının əməkdaşlarına hücum edib. Hadisə nəticəsində futbolçu və onun iki dostu saxlanılaraq polis məntəqəsinə aparılıb. İspaniya Kral Futbol Federasiyası İntisam Komitəsi La Liga'nın 26-cı turunda Xetafeyə qarşı keçirilən oyundan sonra Real Madridin vingeri Franco Mastantuono üçün İntisam Komitəsinin qərarını açıqlayıb. Belə ki, 18 yaşlı Argentinalı 2 oyunluq diskvalifikasiya edilib. O, baş hakim Alexandro Muniri kobud şəkildə tənqid etdiyi üçün meydandan qovulmuşdu. Qeyd edək ki, Mastantuono cari mövsüm La Liga'da 16 maç keçirib və bu maçlarda cəmi bir qol vura bilib. İndi isə keçək günün maraqlı qarşılaşmalarına. Futbol üzrə Azərbaycan Kubokunun 4-1 final mərhələsinə bu gün yekun vurulacaq. Günün maraqlı qarşılaşmalarından biri Tovuzda baş tutacaq. Burada Turan Tovuz öz meydanında Kəpəzi qəbul edəcək. Liqada 16 xalla sondan ikinci pillədə qərarlaşan və daxili gərginliklərlə mübarizə aparan Gəncə təmsilçisi üçün işlər yolunda getməsə də, son turda Sumqayıt üzərində qazanılan inamlı qələbə komandaya stimul verib. İlk maçda rəqibinə minimal hesabla məğlub olan Kəpəz bu turda səfərdə yarımfinala vəsqə qazanmağa çalışacaq. Bu baxımdan hər iki komandanın qol vuracağı ehtimalı nisbətən yüksəkdir. Mərhələnin son oyununda isə Sabah doğma meydanında Qəbələni sınağa çəkəcək. Axırıncı turda Qarabağla oyunda 3-0 hesablı üstünlüyü sona qədər qoruyub saxlamağa bacarmayan Masazır təmsilçisi bu gün azərkeşləri önündə həmin uğursuzluğu unutturmağa çalışacaq. Rəqib Qəbələ isə artıq 6 oyundur qələbə qazana bilmir və bu maçlarda cəmi bir qol vura bilib. Qonaqların hücum xəttindəki kəskin zəifliyi nəzərə alaraq bu görüşdə Sabahın rahat qələbə qazanacağı gözlənilir. Qeyd edək ki, cütün qalibi yarımfinal oyununda Qarabağla qarşılaşacaq. İngiltərə Premyer Liqasının 29-cu turuna Tottenham Crystal Palace qarşılaşması ilə yekun vurulacaq. 2026-cı ildə hələ qələbə qazana bilməyən və son 5 turda cəmi 1 xal qazanan Tottenham 29 xalla 16-cı pillədə qərarlaşaraq bərbad mövsüm keçirir. Rəqib Crystal Palace isə 35 xalla 14-cü pillədə qərarlaşıb və son 6 maçda 4 xal toplaya bilib. Meydan sahiblərinin uğursuzluq zolağından çıxmaq üçün qələbə qazanacağı gözlənsə də, maçın kifayət qədər gərgin keçəcəyi və bu baxımdan qarşılıqlı qolların vurulacağını düşünürəm. Start bu günlük ölçünə yekun vurdu. Siz isə finiş xəttinə qədər bizi izləməyə davam edin. Unutmayın, idman sağlamlıqdır. İdmanla qalın, sağlam qalın.